Qazaxın Göyəzən komandası böyük futbola geri qayıdır. Bəli, düz eşitdiniz. Artıq Qazaxın Göyəzən komandası Azərbaycan futboluna geri dönür. Bəli, biz yenidən bir yerdə futbola görə, Göyəzən komandasına görə qaydırıq. Düz eşidirsiniz. Artıq Qazaxın Göyəzən komandası yenidən Azərbaycan futboluna yenidən geri dönür. Bəli, biz gücümüzü yenidən birləşdirdik. Artıq biz yenidən futbol ailəsində mübarizə aparacağıq. Videomuza geçməmişdən əvvəlsə kanalımıza abunə olmağı unutmayın. İndi isə keçirik videomuza. Qazaxın Göyəzən komandası haqqında bunları deyə bilərəm ki, artıq komanda bu mövsümdən etibarən yenidən region liqasında mübarizə aparır. Ola bilsin ki, komandamız qarşısına ikinci liqanı məqsəd qoyub. Görək, ən azından bu cavan futbolçularla ən azından Azərbaycan 2-ci liqası və daha sonra Azərbaycan 1-ci liqasına çıxa biləcəklərmi? Düzdür, yəni belə baxanda keçən mövsüm komandamız region liqasının yarım finalına kimi irəliləyə bilmişdi. Yarım finalda Şirvan komandasını 4-1 hesabı ilə məğlub etməyə bacarmışdı. Yəni belə baxanda ən azından yenə də komandamızın şansı var ki, yəni region liqasının finalına kimi çıxıb finalda kuboku götürüb Azərbaycan 2-ci liqasına gələ bilər. Bəli, Qazaxın Göyəzən komandası yenidən böyük futbola addım atır. Ona görə gəlin biz gücümüzü birləşdirək ki, bu komanda növbəti mövsüm ən azından Azərbaycan 2-ci liqasında iştirak edə bilsin. Ən azından növbəti mövsümlərdə Azərbaycan 1-ci liqasında iştirak edə bilsin. Və daha sonra da Qazaxın Göyəzən komandasını Premier Liqaya doğru daşıya bilər. Gəlin gücümüzü bir yerdə birləşdirək ki, bu komanda zirvəyə doğru addımlaya bilsin. Təbii ki, yəni bunlarla yanaşı komandaya birinci sponsor lazımdır. Həmçinin də komandanın yaxşı büdcəsi olmalıdır ki, növbəti mövsüm komandamız Azərbaycan 2-ci liqası və Azərbaycan 1-ci liqasında iştirak edə bilsin. Yəni keçən mövsüm Qazaxın Göyəzən komandası region liqasının düz yarım finalına kimi irəliləmişdi. Yarım finalda Şirvan komandasını 4-0 hesabı ilə məğlub eləmişdi. Bəli, 4-0 hesabı ilə. Amma belə baxanda ən azından bu mövsümdə komandamızın şansı var ki, yəni növbəti mövsüm Azərbaycan 2-ci liqasında iştirak edə bilsinlər. Bununla yanaşı, yəni komandanın birinci büdcəsi yaxşı olmalıdır. Həm də stadionu da yaxşı olmalıdır ki, stadion ən azından Qazaxın Göyəzən komandasının ev oyunlarını keçirdə bilsin. Yəni bunlarla yanaşı gərək, yəni Qazaxın Göyəzən komandasına yəni iş adamlarının da ehtiyacı var. Çünki ən azından bu iş adamları Qazaxın Göyəzən komandasına müəyyən qədər yardım edə bilər. Belə baxanda həmçinin də Qazax şəhərində futbola maraq böyükdür. Bəlkə də iş adamları cəlb olunsa kluba və sponsorlar cəlb olunsa komanda inkişaf edə bilər. Əslində yəni belə baxanda yəni keçən mövsüm komandamız düz yarım finala kimi irəliləyə bilmişdi. Amma bu mövsümdə komandamız finala kimi irəliləyə bilər. Çünki komandamızın potensialı var və keyfiyyətli futbolçularımız var. Yəni ən azından iş adamları, sponsorlar cəlb olunmalıdır ki, komanda yəni heç olmasa necə deyim, belə iddialı olsun. Ən azından iddiasını qoysun. Düzdür, keçən mövsüm də komanda region liqasında iddiasını qoymuşdu. Yəni qoymuşdu region liqasında iddiasını, yarım finala kimi çıxmışdılar. Amma bu mövsümdə gəlin komandamıza dəstək olaq. Gəlin iş adamları ən azından Qazaxın Göyəzən komandasına arxa dursun və dəstək olsun. Dəstək olaq ki, bu komandanı yenidən Premier Liqaya doğru apara bilək. Bu komanda artıq öz iddiasını keçən mövsüm göstərdi. Yəni təkcə burada iş adamlarının üstünə düşə bilmərik. Burada ən çox azarkeşlər də kömək eləməlidir ki, ən azı ev oyunlarına, səfər oyunlarında
bilet alsınlar ki oradan, yəni biletdən gələn puldan ən azından komandaya yardım olunsun. Yəni belə baxanda komandamız keçən mövsüm həqiqətən iddialı oynadı. Hətta yarım finala kimi gəldi çıxdı da, finala da yaxın idi. Prosta bir balaca yəni bəxt amili var idi orada, bəxtləri yəni gətirmədi. Yəni artıq bu komanda yenidən qurulmağa başlayır. Ona görə ki, həm iş adamları, həm yəni iş sahibləri bu komandaya gəlin dəstək olaq. Bu komandaya gəlin dəstək olaq ki, bu komandanın sabaha və birisi günə iddiası davam eləsin. Və gələcəkdə bu komanda öz ayaqları üstündə dayana bilsin. Həm iş adamları, həm də sponsorlar, həm də azarkeşlərimiz. Gəlin bu komandanı zirvəyə doğru aparaq. Gücümüz bir yerdədir. Bu komanda Premier Ligaya doğru addımlamaq istəyir. Ən azından gəlin bu komandanı gələcəyə doğru aparaq. Azarkeşlərdən tutmuş, sponsorlardan tutmuş, iş adamlarına qədər bu komandaya gəlin dəstəyimizi göstərək. Gəlin dəstəyimizi göstərək ki, bu komanda gələcəkdə Premier Ligaya çıxanda artıq güclü bir komandaya çevrilsin. Bunu komandamız keçən mövsüm Region Ligasında Şirvanla oyunda göstərə bildilər. Göstərdilər ki, biz güclüyük, biz iddialıyıq, biz məqsədli şəkildə Azərbaycan futboluna geri qaydırıq. Düzdür, bu komandanın keçən mövsüm, yəni şansı da var idi hətta Region Ligasına çıxmağı üçün, yəni Azərbaycan 2-ci liqasına çıxması üçün, həm də Region Ligasının finalına çıxması üçün. Amma bu il tamamilə komandamızın həm də şansı var. Həm Region Ligasının finalı, həm də necə deyim, növbəti mövsüm Azərbaycan 2-ci liqasında mübarizə apara bilər. Və biz həmçinin də növbəti mövsüm Qazaxın Göyəzən komandasını Azərbaycan 2-ci liqasında görə bilərik. Həmçinin də Azərbaycan kubokunun, yəni oyunlarında da görə bilərik. Artıq böyük futbol Qazaxa geri dönür. Bəli, gəlin gücümüzü birləşdirək. Güc bir yerdədir. Bəlkə bu komandanın gələcəyi daha da yaxşı olacaq. Premier Ligaya çıxandan sonra komanda bəlkə qabaqlarına məqsəd kimi UEFA Avropa Liqasını qoyacaqlar. Bəlkə də UEFA Konferans Liqasını qoyacaqlar. Bəlkə də Azərbaycan kubokunu qoyacaqlar. Qabaqlarına ki, Azərbaycan kubokunu qazanıb, ən azından Göyəzənin adını tarixə yazıb, ən azından Qazaxın Göyəzən komandasının adını Azərbaycan kubokunu qazanmaqla adını bir tarixə yaza bilər. Ona görə gəlin komandamıza dəstək olaq. Komandamızın gələcəyini bir yerdə quraq. Fərqi yoxdur. Azarkeşlərdən tutmuş, sponsorlara qədər və iş adamlarına qədər bu komandanın ehtiyacı var. Gəlin bu komandanın gələcəyini bir yerdə quraq. Bu komandanı zirvəyə doğru apara bilər. Bəlkə də bu komanda gələcəkdə Avrokuboklarda mərhələ keçdi. Bəlkə bu komanda gələcəkdə Avrokuboklarda qrup mərhələsinə qaldı. Gəlin bu komandaya dəstək olaq. Gəlin bu komandaya dəstək olaq ki, ən azından bu komanda gələcəyini ayaqları üstündə dura bilsin. Bəlkə də biz bu komandaya dəstək olsaq, bu komanda Region Ligasından Premier Ligaya doğru addımlayacaq. Bəli, gəlin bu komandanı zirvəyə doğru apara bilər. Aparaq ki, bu komanda artıq böyük futbola addım atır. Bəli, düz eşidirsiniz. Bu komandanın gələcəyi bizim əlimizdədir. 1 manat da olsa bu komandaya gəlin yardım edin. Artıq Qazaxın Göyəzən komandası böyük futbola artıq gəlir. Bəli, düz eşitdiniz. Böyük futbol ailəsinə geri dönür Qazaxın Göyəzən komandası. Bu komanda bir dəfə AFFA'nın təşkil elədiyi Region Ligasının yarımfinalına qədər çıxa bilib. Ona görə də gəlin gücümüzü birləşdirək. Bu komanda bu il finala kimi çıxa bilsin. Güc bir yerdədir.